Dostlar, qış transferlərinin dünyanı silkələyən ikinci hissəsi ilə qarşınızdayıq. İlk hissədəki xəyanət və ulduzlardan sonra indi tarixin ən ağıllı və ən baha girişlərinə baxacağıq. Birinci hissəyə baxmayanlar səhifəyə kilid edib baxa bilərlər. 2018-ci ildə bir müdafiəçi üçün verilən rekord 84 milyon avroluq məbləğ o vaxt gülünc sayılsa da, Virgil van Dijk Liverpoolu tək başına Çempionlar Liqasının zirvəsinə daşıyaraq hər qəpiyə dəyər olduğunu sübut etdi. 2022-ci ildə dünya çempionatındakı möhtəşəm oyunlarından dərhal sonra Chelsea 121 milyonluq avroluq rekord məbləği ödəyib qış transferinin bombasını Enzo Fernandezə partlatdı. 2007-ci ildə cəmi 6,5 milyon avroya gələn bu gənc oğlanın Roberto Carlos'un yerini dolduracağına heç kim inanmırdı, amma o tarixin ən uğurlu qış transferlərindən birinə çevrildi. 2004-cü ildə Sevilla'dan Arsenal'a keçən mərhum Jose Antonio Reyes, London klubunun əfsanəvi məğlub edilməzlər mövsümünün ortasında edilən ən böyük və ən önəmli gedişidir. Manchester City'nin Ərəb layihəsinin ilk böyük qış addımı olan Edin Dzeko isə 37 milyon avroluq qiymətinin qarşılığını tarixin ən kritik çempionluq oyununda vurduğu golla açıqlaması ilə verdi.